Salam əziz izləyicilər. Əgər siz 9-cu sinif buraxılış imtahanına hazırlaşırsınızsa, bu video sizin üçün çox vacibdir. Bu videoda Dövlət İmtahan Mərkəzinin 9 illik modelinə uyğun hazırlanmış sınaq imtahanının birinci variantını tam izah edirəm. Diqqətlə baxın, çünki bu tip suallar imtahanda yüksək ehtimalla qarşınıza çıxacaq. Birinci test. Ədəd oxunda hər birinin kəsr hissəsi 0,7 olan A və B ədədləri nöqtə ilə qeyd edilmişdir. A üstəgəl B cəmini tapın. Deməli, şərtə görə A ədədinin kəsr hissəsi 0,7-dir. Bəs A ədədinin tam hissəsi nədir? A ədədi -4 və -3-ün arasında yerləşdiyindən həmin ədədin tam hissəsi onu aşmayan ən böyük tam ədəd, yəni -4-ə bərabərdir. Yəni A-nın tam hissəsini -4 yaza bilərik. Onda belə çıxır ki, A ədədi özünün tam hissəsi ilə kəsr hissəsinin cəmi, yəni -4 üstəgəl 0,7 verir bizə -3,3'ü. B ədədinin də kəsr hissəsi şərtə görə 0,7'dir. Yenə də B ədədinin tam hissəsi həmin ədədi aşmayan ən böyük tam ədəd, yəni 2-yə bərabərdir. B ədədinin kəsr hissəsi tam hissəsi 2-dirsə, onda B ədədi özü 2 üstəgəl 0,7, yəni 2,7'dir. Onda A üstəgəl B olar -3,3 üstəgəl 2,7. Bu isə bizə -0,6'nı verir. Cavab B bəndi. İkinci test. 1,2 bölünmüş 0,2 üstəgəl 1,22 bölünmüş 0,2 üstəgəl 26 bölünmüş 1,444 sonsuz dövr onlu kəsirdir. Bu ifadənin qiymətini hesablayın. İfadənin qiymətini hesablamaq üçün birinci və ikinci kəsirlərdə surət və məxrəcdəki vergüldən azad olmaq lazımdır. Bunun üçün surət və məxrəci elə bir mərtəbə vahidinə vururuq ki, vergül atılsın. Yəni vergüldən sonra ən çox 2 dənə rəqəm olduğu üçün 100'ə vurmaq lazımdır. Həm birinci kəsri, həm də ikinci kəsri. 100'ə vursaq, onda birinci kəsri olar 1200 bölünmüş, daha doğrusu 120 bölünmüş 2, üstəgəl ikinci kəsri olar 122 bölünmüş 2. Üçüncü kəsirdə isə məxrəc sonsuz dövr onlu kəsirdir və bu 1 tam dövrdə 4 deməkdir. 1 tam dövrdə 4 isə saf dövr onlu kəsirdir. 1 tam 9'da 4 deməkdir. Bu da bərabərdir. 120'ni 2'ye böləndə 60, 122'ni 2'ye böləndə 61. Burada isə 26'nı 1 tam 9'da 4'e bölmək üçün biz 1 tam 9'da 4'ü düzgün olmayan kəsrə çevirib, bölməni də vurma ilə əvəz eləsək, bu olar 26 vurulsun 13'də 9. Bu da bərabərdir. 26 ilə 13 burada ixtisar getsə, 2 vur 9, 18, 60 üstəgəl 61, 121, 121'in də üstünə 18 gəlsək, bu da eləyər 139. Cavab D bəndi. Üçüncü test. M, N, P, Z və T sadə ədədləri üçün A bərabərdir M-in kubu vur, N kvadratı vur, P üstü 6 vur, Z üstü 10 və B bərabərdir M kubu vur, N vur, P kubu vur, T üstü 6 olarsa, əbob AB-ni tapın. Deməli, A və B ədədləri burada bizim üçün artıq sadə vuruqlara ayrılmışdır. Onda sadə vuruqlara ayırdıqdan sonra əbobu necə tapırdıq? Hər vuruqdan üstü kiçik olanı getirirdik. M-lə A'da da M kubudur, B'də də M kubudur. Üstlər bərabərdir, deməli elə M kubunu seçmək lazımdır. N-lə A'da N'in kvadratıdır, B'də isə N'dir. Üstü kiçik olan, yəni N üstü 1. N'i götürdük. P'dən A'da P üstü 6'dır, B'də isə P kubudur. Üstü kiçik olan, yəni P kubunu götürürük. Z və T ədədləri isə ortaq deyirlər. Buna görə bunları getirmirik. Deməli, cavab oldu M kubu, N, P kubu. A bəndi. Dördüncü test. 1.260.000 ədədinin standart şəklində yazılışında hansı ifadələr doğrudur? Deməli, biz əvvəlcə bu ədədi standart şəkildə yazaq. Standart şəkildə yazmaq üçün onu A vurulsun 10 üstü M şəklində göstərmək lazımdır. Harada ki A 1 ilə 10'un arasındadır. Yəni 1'dən böyük bərabər, ondan isə ciddi kiçikdir. M isə
tam ədəddir. Bax, bu şəkildə göstərsək, həmin ədədi standart şəkildə göstərmiş oluruq. Deməli, vergülü 1 ilə 2-nin arasına qoyuruq. Yəni 1,26 vurulsun. 10 üstü, burada vergül yerini 3, 6. 6 rəqəmdir. Deməli, 10 üstü 6 oldu. Onda qiymətli hissə oldu 1,26. Deməli, 1 deyil, 2 də deyil, 3 doğrudur. Tərtibi isə 6-dır. 5. 3 ilə 5 ödədi. Cavab C bəndi. 5-ci testə baxaq. 5-ci testə. Bu ifadənin qiymətini hesablamaq üçün gəlin hər bir mötərizənin yerinə cavabını yazaq. Hətta əvvəlcə o mötərizədəki onlu kəsirləri adi kəsirə çevirək. 1 çıxılsın 0,5, 10'da 5 deyib onu ixtisar eləsək 5'ə, qalar 1 çıx 2'də 1. 1 çıx 0,4'də 3, 9'da 3 deyib onu da ixtisar eləsək 3'ə, qalar 3'də 1. 1 çıxılsın 0,25, 4'də 1'dir. Vurulsun. 1 çıx 0,2'də 10'da 2 deyib onu ixtisar eləsək 2'yə qalır 5'də 1. İndi hər bir mötərizənin yerinə cavabını yazsaq, 1-dən 2'də 1 çıxanda 2'də 1, 1-dən 3'də 1 çıxanda 3'də 2, 1-dən 4'də 1 çıxanda 4'də 3, 1-dən 5'də 1 çıxanda 5'də 4. İndi burada ixtisarları görürük. Bu 2'lər getdi, 3'lər getdi, 4'lər də ixtisar getdi. Qaldı 5'də 1. Cavab oldu B bəndi. 6-cı test. Ədəd oxunda A ədədindən 13 vahid məsafədə yerləşən B və C ədədləri üçün A, B və C ədədlərinin ədəd ortası 20 olarsa B üstə C cəmini tapın. Deməli, bu olsun ədəd oxu. Bu A ədədi olsun. Bundan 13 vahid məsafədə yerləşənlər, deməli, sağa getsək 13 vahid artırırıq, bu oldu A üstəyər 13. Sola getsək 13 vahid azaldırıq, bu olur A minus 13. Və tutaq ki, bunlardan biri B'dir, bir də C'dir. A da budur. Bu ədədlər üçün, A, B, C ədədləri üçün ədədi orta 20'dir. Yəni, bunların cəminin A üstəyəl, B üstəyəl, C-ni bölsək saylarına, yəni 3'ə, bərabərdir 20'yə. Bu da elə o deməkdir ki, A üstəyəl, B üstəyəl, C neçəyə bərabərdir? 60'a. İndi B'nin yerinə A minus 13, C'nin də yerinə A plus 13 yazsaq nə alarıq? B'nin yerinə A minus 13, C'nin də yerinə A plus 13 yazsaq və burada bu mənfi 13 ilə müsbət 13 də islah olunar. Qalar 3A bərabərdir 60'a. Yəni A bərabərdir 20. A 20'dirsə A'nın bu qiymətini aparıb bax bu bərabərlikdə yerinə qoysaq, alarıq ki 20 üstəyəl B üstəyəl C bərabərdir 60'a. Buradan da alırıq ki B üstəyəl C bərabərdir 40'a. Deməli B üstəyəl C 40'a bərabər oldu. A bəndi. 7-ci test. Əbob 8n 10n bərabərdir 10 olarsa əkob 3n plus 1 2n ifadəsinin qiymətini tapın. Yadımıza salaq əbob necə tapılırdı? Vuruqları ayırırdıq və ortaqlarını getirirdik. 8 2 vur 2 vur 2'dir. N isə bilmirik nədir, onu da n kimi yazaq. 10n nədir? 10 2 vur 5'dir. N də bilmirik nədirsə, o da qaldı. Onda əbob, bu ədədlər üçün əbob, onlar ortaqlar, yəni ortaqlar da hansılardır? 2 və n hər ikisində iştirak elədiyi üçün, deməli, əbob 2n'dir. Və şərtə görə bu 2n 10'a bərabərdir. Onda buradan da alırıq ki, n deməli 5'dir. N 5'dirsə artıq bu əkobu da yerinə qoya bilərik. Əkob 3 vurulsun 5 plus 1 və 2 vur 5. Yəni bizdən əkob 16 və 10. 16 və 10 üçün əkobunu tapmaq tələb olunurdu. 16'nı sadə vuruqlara ayırırıq. 2, 2, 2, 2, 1. 10 da vuruqlara ayrılanda 2, 5'dir. Əkobu taparkən bu ədədlərdən böyüyünü yazırıq. Böyüyü 16'dır. Və digərindən, yəni 10'dan 16'da olmayan vuruğu yanına yazırıq.
10'da olan 2 16'da da var idi. Amma 10'da olan 5 yox idi. Deməli bu 5-i 16'nın yanına yazsaq, 16 vur 5 hasili olur eko, yəni 80. Cevab D variantı. 8-ci sual. Birinci nasos boş hovuzu 4 saata, ikinci nasos 6 saata doldurur, üçüncü nasos ise bu hovuzu 12 saata boşaldır. Deməli, birinci nasos hovuzu 4 saata doldurursa, bu tam işdir. Onda 1 saata işin hansı hissəsini görər? 1 saata işin 1/4'ni görər. Deməli, 1 saata hovuzun 1/4'ni doldurar. İkinci nasos 6 saata doldurur. Onda belə çıxır ki, ikinci nasos 1 saata hovuzun 1/6'ni doldurar. Üçüncü nasos isə boşaldır. 12 saata boşaldır. Onda belə çıxır ki, 1 saata 12/1'ni boşaldır. Kəmiyyətlərin azalması mənfi ədədlərlə ifadə olunduğundan bu mənfi 12/1 kimi olur. Deməli, birinci nasos işləyib 1 saata. Yəni o 1/4'ni doldurub. İkinci nasos 2 saat işləyib. Əgər 1 saata 6/1'ni doldurursa, onda 2 saata 6/2'sini doldurar da. Və bu da doldurur, ona görə müsbətdir. Üçüncü nasos isə 3 saat işləyib. 3 saata o 12/3'nü boşaldar. Çünki 1 saata 12/1'ni boşaldıbsa, 3 saata da 12/3'nü boşaldır. Bunlara elə orta məxrəc 12 getirək. Onda 3 üstə gəl 4 çıx 3. Bu da eləyər 12/4. Bu da eləyər 3/1. Deməli, 3/1 də müsbətdirsə, deməli müsbət 3/1 hissə doldu. Bu doludursa, bizdən boşunu soruşur. Hansı hissəsi boş qalır? Onda boşu tapmaq üçün də 1 tamdan çıxarıq 3/1'i. Bu isə bizə verər 3/2'ni. Cevab oldu B variantı. 9-cu misala baxaq. Deyir, bu ifadənin qiymətini tapın. Bildiyimiz qayda ilə tamamlayıcı vuruq. Orta məxrəcə gətirək mötərizənin içərisinə 6 getirsək. Tamamlayıcı vuruq bura 2'dir. Deməli, bərabərlikdən sonra 1 tam 6'da 4 üstə gəl 6'da 7 vurulsun 17'də 12 üstə gəl. Bu kəsirdə surət və məxrəci 100'ə vursaq, onda olar 210 bölünmüş 7 üstə gəl. Bu kəsirdə isə, axırıncı kəsirdə isə 10'a vuraq ki, vergüldən azad olaq. Onda surətdə 90, məxrəcdə də 9 olar. Yəni 9'da 90 bərabərdir. Birinci kəsirin qiyməti 1 tam 6'da 11. Onu da düzgün olmayan kəsirə çevirsək 6'da 17 vurulsun. Mötərizədən sonraki 17'də 12'ni də yazırıq. Üstə gəl. 7'də 210 30 eləyir. 9'da 90 da 10 eləyir. Bərabərdir. Burada 17'lər ixtisar getdi. 6 ilə 12'də ixtisar getdi. Qaldı 2. 30 ilə 10'un da cəmi 40 idi. Cevab elədi 42. C bəndi. 10-cu test. Əbob 160, 240, üstə gəl əkob 120, 42. Yenə də əbob və əkobu tapmaq üçün birinci addımımız sadə vuruqlara ayırmaqdır. 160'ı sadə vuruqlara ayırsaq 2, 80, 2, 40, 2, 20, 2, 10, 2, 5, 5, 1. 240'ı sadə vuruqlara ayıraq. 2, 120, 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. Deməli, onda əbob 160, 240 bərabərdir. İndi buradan ortaqları seçək. Hər ikisində deməli 4 dənə 2, 3, bu da 4-cü 2 də burada var. 4 dənə 2 və 1 dənə 5 ortaqdır. Yəni 2 üstü 4 vurulsun 5. 2 üstü 4 16 eləyir. 16'nı da 5'ə vursaq 80. Deməli, əbob elədi 80. İndi əkobu tapmaq üçün 120 ilə 42'ni sadə vuruqlara ayıracaq. Eyni qayda ilə 120'ni də sadə vuruqlara ayırsaq, görürük ki 120 2'nin kubu vur 3 vur 5'dir. 42 də
2 vur, 3 vur, 7'dir. Əkobu tapanda böyüyünü yazırıq. 120 ilə 42-dən böyüyü 120'dir. 120'nin bütün vuruqlarını elə, yəni 120'nin özünü yazırıq və 42'dən 120'də olmayan vuruğu bura əlavə edirik. 42'də 2 var, 120'də də var idi. 3 var, 120'də də var idi. Amma 7 120'də yox idi. Ona görə 7'yə vururuq. Bərabər oldu 840'a. Deməli, oldu burada. Əbob 80 idi. Üstə gəl, Əkob da 840. 80'in də üstünə 840 gələndə eləyər 920. Cavab D variantı. 11-ci test. A çıxız A bərabərdir 5 kökdə 18 çıx 3 kökdə 8 ədədinin kəsir hissəsini tapın. Əvvəlcə A ədədinin özünü biraz sadələşdirək. 18'i göstərə bilərik 9 vur 2 kimi. 8'i isə 4 vurulsun 2 kimi yaza bilərik. Onda kökdə 9'dan 3 çıxır kökün xaricinə 5'e vurulsa 15. 15 kökdə 2. 4'dən də 2 çıxır kökün xaricinə 3'e vurulsa 6 kökdə 2 olar. Deməli, bu da oldu 9 kökdə 2. 9'u yenidən kökün altına salsaq 81 vurulsun 2, yəni 162 olar. Yəni biz aldıq ki, A bərabərdir kökdə 162. Kəsr hissəsini tapmaq üçün ədədin özündən onun tam hissəsini çıxmaq lazımdır. Deməli, onda kökdə 162 tam hissəsi neçədir? Bunu müəyyən eləyək. Kökdə 162, kökdə 169'dan kiçikdir. Kökdə 144'dən isə böyükdür. Deməli, onda kökdə 162, 12 və 13'ün arasında yerləşir. Bu isə o deməkdir ki, kökdə 162'nin tam hissəsi elə 12'yə bərabərdir. Onda ədədin kəsir hissəsi, yəni A ədədinin kəsir hissəsi, ədəd özü çıxılsın onun tam hissəsi olduğundan bərabər olar. A ədədi kökdə 162 idi. Çıxılsın tam hissədə 12. Yəni bu da cavablarda A variantıdır. 12-ci misala baxaq. 1 bölünmüş 2 vur 5, üstəyəl 1 bölünmüş 5 vur 8, üstəyəl 1 bölü 8 vur 11, üstəyəl 1 bölü 11 vur 14, üstəyəl 1 bölü 14 vur 17. Bu tip misallar çox rast gəlinir. Bunların ən asan yolu, yəni tip olaraq necə müəyyənləşdiririk? Surətlər eynidir. Məxrəclər də artan sırada düzülür və məxrəcdəki hər iki vuruq arasındakı fərq eynidir. Məsələn, 5 çıx 2, 8 çıx 5, 11 çıx 8, 14 çıx 11, 17 çıx 14 eyni bir ədədə bərabər oldu. Və birinci kəsrin sonuncu vuruğu ikinci kəsrin birinci vuruğudur məxrəcindəki. Bu tip misallarda qayda necədir? Bərabərdir. Surətdəki ədəd vurulsun kəsirlərin sayı. Məxrəcdə isə birinci məxrəcin birinci vuruğu vurulsun son məxrəcin son vuruğu. Yəni, onda məxrəcdəki birinci vuruq 2'dir, sonuncu vuruq 17'dir. Məxrəcdə olur 2 vur 17. Surətdəki ədəd 1'dir. 1 vurulsun. Kəsirlərin sayı da 1, 2, 3, 4, 5 dənədir. 5. Cavab oldu 34'də 5. B bəndi. 13-cü misal. 13-cü misalda testdə bu ədədlərin işarəsini müəyyən etmək tələb olunur. A ədədi 3,2 çıxılsın kökdə 10'dur. 3,2'ni kökün altına salsaq, 3,2'nin kvadratı 10,24'dür. Çıxılsın kökdə 10. 10,24 10'dan böyük olduğu üçün kökdə 10,24 də kökdə 10'dan böyükdür. Deməli, bu müsbət ədəddir. Böyükdən kiçik çıxırıq. A müsbət oldu. B ədədinin işarəsini müəyyən etmək üçün vuruğu kökün daxilinə salırıq. 7'ni kökün daxilinə salanda olur 49. 49 vur 2'də elədir 98. Çıxılsın. 5'i kökün daxilinə salanda 25 kimi girir. 25'i də 5'e vursaq 125. Kökdə 98, kökdə 125'dən kiçikdir. Kiçikdən böyüyə çıxanda cavab mənfi olur. B mənfi oldu. C 1,8 çıx kökdə 3'dür. 1,8'i kökün altına salsaq 1,8'in kvadratı 3,24'dür.
Çıxılsın kökdə 3. Yenə də böyükdən kiçik çıxırıq. Deməli, cavab müsbətdir. İşarə oldu. Müsbət, mənfi, müsbət A bəndi. 14-cü suala baxaq. Deyir, bu sonsuz dövrü kəsri aşağıdakilərdən hansına bərabər deyil? A bəndində 6 tam dövrdə 24, elə bunun açması 24, 24, 24 budur. Yəni, bu buna bərabərdir. B bəndi. 6 tam 10'da 2 dövrdə 42, yəni burada təkrarlanan 42'lərdir. 42'ni təkrarlasaq, bu elə 24, 24 yenə getdi. Deməli, bu da həmin o kəsrə bərabərdir. C bəndində 6 tam %24 dövrdə 24, yəni dövrdə 24 deyirsə, yenə də 24'lər təkrarlanır. Elə bu da həmin o ədədə bərabərdir. Amma D bəndində 6 tam 10'da 2 dövrdə 424. Yəni burada təkrarlanan 424'lərdir. Bax, 2-dən 424'ü yazsaq elə ardıcıl siz görürsünüz ki, burada artıq 2-dən yan-bayan 44 alındı. Bu da verilmiş kəsrə, verilmiş ədədə bərabər deyil. Yəni cavab burada D bəndi idi. 15-ci sual. Bu kəsrləri artan sırada yazın. Artan sırada yazmaq üçün ən yaxşısı bunları ortaq məxrəci gətirməkdir. Ortaq məxrəc 10, 8, 5, 20 üçün ortaq məxrəc 40'dır. Onda A olacaq 40'da 28, B olur, tamamlayıcı vuruq 5 olar 40'da 15, C olar, tamamlayıcı vuruğu C'nin 8'dir, 40'da 16, D'də də tamamlayıcı vuruq 2'dir, oldu 40'da 26. Məxrəcləri eyni olan kəsrlərdən surəti böyük olan böyükdür. Artan sırada deyirsə ən kiçikdən başlayırıq. C, sonra daha doğrusu ən kiçik B'dir. B, C, 15, 16, 26, 28. B, C, D, ən böyük isə A idi. B, C, D, A isə C bəndindədir. 16-cı test. AB çıx BA bərabər 72 olarsa, A kvadrat üstəyər B kvadrat ifadəsinin qiymətini tapın. Deməli, burada A və B rəqəmlərdir və birinci yerdə durduğu üçün nə A, nə də B 0 ola bilməz. AB üstü xəttin açması bu 10A üstəyər B deməkdir. Çıxılsın. BA üstü xəttin açması isə 10B üstəyər A deməkdir. Bu bərabərdir 72'dir. Mötərizələri açsaq, burada 10A, mən elə bunun üstündə açım. Burada heç bir işarə dəyişmir. İkincisində isə bu toplama işarəsi çıxmaya çevriləcək. Onda 10A'dan A çıxanda qalar 9A, B'dən də 10B çıxanda qalar mənfi 9B. Deməli, 9A çıx 9B bərabərdir 72'yə. Bunda hər tərəfini 9'a bölsək, alırıq A çıx B bərabərdir 8'ə. Hansı iki rəqəmin fərqi 8'dir və hər bir rəqəmdə 0 ola bilməz? Onda bu ancaq 9 və 1 ola bilər. Deməli, onda A 9'dur, B də 1'dir. Onda bunların kvadratları cəmi A kvadrat üstəyər B kvadratı bərabər olar 81 üstəyər 1, yəni 82. Cavab oldu 82. 17-ci misala baxaq. 17-ci, bu da açıq sualdır. A bərabər 7 vur 8 vur 9 vur 10 üstəyər 3 vur 4 vur 5 vur 6 üstəyər 59 ədədinin 20'yə bölünməsindən alınan qalığı tapın. Əgər A 7 vur 8 vur 9 vur 10, bax burada elə 8 ilə 10'un hasili 80 eləyir. 80 də 20'yə tam bölündüyü üçün deməli bu ədəd, bax bu ədəd 80 20'ye tam bölünür. Deməli, bu ədəd də 20'ye tam bölünəcək. Çünki vuruqlardan biri hər hansı bir ədədə bölünürsə, onda hasil də həmin ədədə bölünür. İkinci toplanan 3 vur, 4 vur, 5 vur, 6 hasilidir. Burada da elə 4 vur, 5 özü 20 eləyir. 20 də 20'ye tam bölünür. Deməli, onda bu hasil də 20'ye tam bölünür. Üstə gəl 59. Deməli, biz 59'u 20'ye bölüb qalığı deməliyik. 59'u 20'ye böləndə qalıq 19 qalır. Deməli, burada cavab oldu 19. Qalıq 19'dur. 18-ci sual.
0,78'in kubu çıxılsın 0,78 vurulsun 0,22'nin kvadratı mötərizə bağlandı vurulsun 10 bölünmüş 0,78 ifadəsinin qiymətini tapın. Mötərizənin içərisindən 0,78 mötərizə xaricinə çıxartsaq, mötərizənin içində qalar 0,78'in kvadratı çıxılsın 0,22'nin kvadratı. Mötərizədən sonra vurulsun 10 bölünmüş 0,78 də var. Bax, burada birinci vuruqla sonuncu kəsrin məxrəci ixtisar gedər və mötərizənin içində kvadratlar fərqi kimi vuruqlara ayıraq. 0,78 çıx 0,22 vurulsun 0,78 üstə gəl 0,22 vurulsun 10'da qalıb. 0,78'den 0,22 çıxanda 0,56 qalar. 0,78'in üstüne 0,22 gəlsək 1 eləyər. Və bu hasil də verər bizə 5,6'ını. Deməli, burada cavab oldu 5,6. 19-cu sual. Bu ədədi 10'a böldükdə qalıqda 4 alınır. Deməli, onda belə çıxır ki, həmin bu ədəd bərabərdir 10 vurulsun hər hansı bir natural ədəd üzərinə gəlinir 4'ü. Əgər 10'u hansısa bir ədədə vursaq sonu 0-la qutarar, üstünə də 4 gəlmişiksə sonu 4-lə qutarar. Bu o deməkdir ki, C 4'ə bərabərdir. Deməli, ədədimiz oldu 25, AB, 7, axırı da 4. C-ni tapdıq 4'dür. Və bu ədəd 9'a tam bölünür. 9'a bölünmə necədir? 9'a bölünmə əlamətinə görə rəqəmləri cəmi 9'a bölünməlidir. Yəni 2 üstəgəl, 5 üstəgəl, A üstəgəl, B üstəgəl, 7 üstəgəl, 4. Bu 9'a tam bölünməlidir. Bu da bizə verir 18 üstəgəl A plus B-ni. Deməli 18 üstəgəl A plus B 9'a tam bölünməlidir. Onda belə çıxır ki, ya A üstəgəl B 0'dır, ya 9'dur. Ya da maksimum 2 dənə rəqəmin cəmi maksimum 18 ola bilər də. O da 9 üstəgəl 9 olsa 18'dir. Amma 0 bunu getirə bilmərik. Çünki bu ödəməsi üçün A ilə B hər ikisi gərək 0 olaydı. Həm də ki, bizdən bu hasilin ən böyük qiymətini istəyirsə, biz bacardıqca cəmi böyük getirək də. Yəni bu 0 yaramır. 18 də nəyə görə yaramır? Çünki A üstəgəl B-nin 18 olması üçün gərək A da B də hər ikisi eyni zamanda 9 olsun ki, bizə bu şərti təksib eləyir. Onda axı A deyir B-dən fərqlidir. Bu da olmaz. Deməli, biz aldıq ki, A üstəgəl B 9 olmalıdır. A üstəgəl B-nin 9 olması üçün hansı rəqəmlər ola bilər ki, hasil ən böyük alınsın? Biz də bilirik ki, 2 ədədin cəmi veriləndə hasilin ən böyük olması üçün bu ədədlər bir-birinə yaxın olmalıdır. Bunu təcrübədə də yoxlaya bilərik. Yəni, bizim dediyimizə görə bu ədədlər 4 və 5 ədədləridir. Məsələn, A 4, B də 5 getirə bilərik. Amma bunu bir-bir yoxlaya da bilərdik. A, B, burada da A vur B-ni deyərdik. A-nı 1, B-ni 8 getirsəydik, A vur B 8 olardı. A-nı 2, B-ni 7 getirsəydik, 14 olardı. 3, 6 getirsəydik, 18 olardı. 4, 5 getirsəydik, 20 olardı. Sonra da bunların tərsləri 5, 4, eyni, hasil eyni qalırdı. Deməli, ən böyük hasil buradadır, 20'dədir. Bizdən də A vur, B vur, C-ni soruşur. A vur, B vur, C. Onda olar 4 vur, 5 vur. C-ni də bayaq tapmışdıq 4. Da elədi. 20 vur 4, 80. Cavab oldu 80. 20-ci test. A və B rəqəmləri üçün 29 bölünmüş 3 bərabərdir A tam 4'də B olarsa AB hasilini tapın. AB hasilini tapın. 29 bölünmüş 3'ü biz budaq bölməklə bölsək 9 dəfə 27 2 qaldı 9 tamda 2'nin yanına 0 gəlib 20'də 6 dəfə yenə 2 qaldı 20'də yenə 6 dəfə
18 və görürük ki, burada hər dəfə 2 qaldıqca dövr eləyir 6'lar. Deməli, onda 3'də 29 bərabərdir 9 tam dövrdə 6'ya. Bu isə o deməkdir ki, elə A 9'dur, B də 6'dır. Onda A vur B də olur 54. Cevap 54. 21. sual. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Bərabərlikdən sonra 22 olduğu kimi yazaq, birinci vurğu. Hər bir mötərizənin yerinə cavabını yazaq. 1-dən 2-də 1 çıxanda 2-də 1, 1-in üstünə 2-də 1 gələndə 2-də 3, 1-dən 3-də 1 çıxsaq 3-də 2, 1-in üstünə 3-də 1 gəlsək 3-də 4, 1-dən 4-də 1 çıxsaq 4-də 3, 1-in üstünə 4-də 1 gəlsək 4-də 5 və s. Bu qayda ilə davam eləyir. Və sonda da 1 çıxılsın 11'də 1 eləyər 11'də 10. Vurulsun 1 üstəyəl 11'də 1 eləyər 11'də 12. Bundan əvvəl 1 çıxılsın 10'da 1, 1 üstəyəl 10'da 1 idi. Bu da bizə verirdi 10'da 11, birisi də 10'da 9 və s. Vurulsun. Burada da 3 nöqtə var idi. Burada ixtisarları görürük. İxtisar nədir? 2'də 3 ilə 3'də 2 qarşılıqlı tərs ədədlərdir. 3'də 4 ilə 4'də 3 qarşılıqlı tərsdir. 4'də 5 ilə bundan sonra gələn 5'də 4 qarşılıqlı tərs olacaq. 10'da 9 ilə bundan əvvəl gələn qarşılıqlı tərs idi. 10'da 11 ilə 11'də 10 qarşılıqlı tərsdir. Yəni burada qaldı 22 vurulsun. Ən kiçiyi 2'də 1 vurulsun. Ən böyük 11'də 12. Burada da elə məxrəc 2 vur 11 22 eləyir. Bu məxrəclər birləşib bu tam 22'ni apardı. Cavab qaldı 12. Deməli cavab burada oldu 12. 22-ci test. A və B natural ədədləri üçün 2 açıq 3B ifadəsinin ən kiçik qiymət aldığını bilərək 120 bölünmüş A plus B ifadəsinin ən böyük qiymətini tapın. Əvvəla onu deyək ki, modulun ən kiçik qiyməti 0'dır. Yəni modul istənilən ədədin və yaxud da ifadənin modulu həmişə 0'dan böyük bərabər qiymətlər alır. Deməli onda bu ifadənin ən kiçik qiyməti 0'dır. Bunun üçün də 2A minus 3B özü 0'a bərabər olmalıdır. Buradan da alırıq ki, 2A bərabərdir 3B'yə. Bu ifadənin ən böyük qiymət alması üçün, kəsrin ən böyük qiymət alması üçün surət sabitdirsə, deməli məxrəc ən kiçik olmalıdır. Bax, bu birinci aldığımız nəticədən 2A bərabərdir 3B nəticəsindən biz alırıq ki, A məsələn 3K'dır, B də 2K'dır. Yəni burada ən kiçik ola bilərdi K'nın bir qiymətində A 3, B də 2 olsun. Elə bu da bizə yarayacaq, çünki bu ifadənin ən böyük qiymət alması üçün biz dedik ki, məxrəc ən kiçik olmalıdır. Onda A'nın yerinə 3, B'nin də yerinə 2 qoysaq, 120 bölünmüş 5 eləyər 24. Bu ifadənin ən böyük qiyməti oldu 24. 23'də kökdə x minus 4 üstə gəl, mötərizədə x minus y plus 3 mötərizənin kvadratı üstə gəl, modulda z plus y minus 13 bərabərdir 0. Olarsa x üstə gəl, y üstə gəl, z cəminin qiymətini tapın. Baxın uşaqlar, burada əgər biz bu qaydanı bilsək ki, 2 ədədin cəmi nə zaman 0'dır? 2 və yaxud bir neçə ədədin cəmi nə zaman 0'dır? Bir neçə ədədin cəmi o zaman 0 olar ki, onlardan ya hansısa biri mənfi olsun, ya da ki, hamısı eyni zamanda 0 olsun. Burada kök, kvadrat, modul heç vaxt mənfi ola bilməz. Deməli, ancaq və ancaq bunların hər üçü 0 olduqda bu bərabərlik ödənər. Deməli, onda belə çıxır ki, x minus 4 özü də 0 olmalıdır. X minus 4 0 olmalıdır. Bu mötərizənin kvadratının da 0 olması üçün mötərizənin içərisi özü 0 olmalıdır. X minus y üstəyəl 3 bərabərdə 0 olmalıdır. Və bu modulun da 0 olması üçün modulun içindəki 0 olmalıdır. Z üstəyəl y çıx 13 bərabərdə 0 olmalıdır. Birincidən alırıq ki, x bərabərdir 4'ə. X-in bu 4 qiymətini burada yerinə qoysaq, alarıq ki, 4 çıxılsın y üstəyəl 3 bərabərdir 0. Buradan da alınır ki,
7 çıx y bərabərdir 0, y də bərabərdir 7-yə. Y-i də tapdıq. İndi z-in bu 7 qiymətini burada yerinə qoysaq, daha doğrusu y-in 7 qiymətini qoysaq, oradan da z-i tapmaq olaraq. Deməli, alırıq ki, z çıxılsın 6. Onun cavabı elədir -6. Z çıxılsın 6 bərabərdir 0. Buradan da alırıq ki, z bərabərdir 6-ya. Onda x üstəyəl y üstəyəl z bərabər olar 4 üstəyəl 7 üstəyəl 6-ya, yəni 17-yə. Cavab oldu 17. 24-cü testə baxaq. N-in neçə natural qiymətində bu kəsirin qiyməti natural ədəddir. Burada biz surətdə mötərizələri açaq, oxşar hədləri islah eləyək. Mötərizələri açsaq, n-dir. Mötərizələri açsaq n kvadrat üstəyəl 11n üstəyəl 4n üstəyəl 44. Digər iki mötərizəni vurub açaq. N kvadrat üstəyəl 2n çıx 4n çıx 8. Surətdə oxşar hədləri islah eləsək, 2n kvadrat, burada 15n, bu 4n'lər getsin, biri müsbət, biri mənfidir, islah olundu. 11n üstəyəl 2n elədi 13n, 44 çıx 8 də eləyər müsbət 36 bölünmüş n. Bu tipli suallara cavab vermək üçün bu kəsiri parçalayırıq. Deməli, 2n kvadratı böl n, bu bizə verər 2n-i. Üstəyəl 13n böl n, o verər 13-ü. Üstəgəl 36 bölünmüş n. Şərtə görə bunun natural qiymət olması tələb olunur. Natural olmalıdır bu. N naturaldırsa, onda 2-nin hansı natural ədədə vursam yenə natural alaram. Üstünə 13 gəlsəm yenə natural alaram. Amma burada 36 böl n-in natural olması üçün 36 n-ə tam bölünməlidir. Yəni, n burada hansı qiymətlər ala bilər? 1, 2, 3, 4, 6, 9, 12, 18 və 36. Deməli, burada 9 dənə n-in sayı da oldu 9. N-in 9 qiymətində bu kəsirin qiyməti natural olar. Qeyd edeyim ki, uşaqlar, burada biz 36-nın natural bölənlərini tapmalıyıq. Və onu da tapdıq, bir-bir sadaladıq. Başqa cür də eləyə bilərdik. 36 axı 2 üstü 2 vurulsun, 3 üstü 2 kimi vuruqlara ayrılır. Və bilirik ki, natural bölənlərinin sayını tapmaq üçün üstlərin 1 artığı ilə götürürük. Yəni 2 üstəyəl 1 vurulsun, 2 üstəyəl 1, bu da elədir 9. Yəni birbaşa da 9-u tapa bilərdik. 25-ci sual. Uzunluğu 96 metr, eni 54 metr olan düzbucaqlı futbol meydançasının künc nöqtələrindən başlamaqla perimetri boyunca aralarındakı məsafələr bərabər olmaqla dirəklər bastırılmalıdır. Bunun üçün ən azı neçə dirək lazım olacaq? Fərz eləyək ki, bu futbol meydançası düzbucaqlı formasındadır və bunun uzunluğu 96 metrdir, eni isə 54 metrdir. Və dirəklər künc nöqtələrində də bastırılmalıdır. Künc nöqtələrində də bastırılmalıdır və bərabər məsafədə olmalıdır. Dirəklərin sayını ən az istəyir. Əgər ən az dirək istəyirsə, onda onlar arasındakı məsafəni ən çox götürmək lazımdır. Deməli, onda bərabər məsafələr, yəni elə bir məsafə getirməliyəm ki, 96-da həmin ədədə bölünsün, 54-də həmin ədədə bölünsün və bunların ən böyüyü olsun. Yəni, ən böyük ortaq bölən əbob 54, 96. Burada olacaq ağaclar arasındakı məsafə. 54-ü sadə vuruqlara ayırsaq, 54, 6 vur 9-dur, 6 da 2 vur 3, o da 2 vur 3-ün kubu. 96 isə 3 vur 32-dir, 32 2 üstü 5-dir, 32 vurulsun 3. Onda əbobu taparkən hər vuruqdan az saydasını getiririk. 2-dən ən azı 1 dənədir, 3-dən də ən azı 1 dənədir. Deməli, oldu əbob 6. Yəni, dirəklər arasındakı məsafə 6 metr olmalıdır. İndi ümumi hara dirəklər bastırılır? Bax, bu uzunluğun hamısına, yəni bu perimetri boyunca dirəklər bastırılır. Onda perimetri hesablayaq. Bu düzbucaqlının perimetri 2 vurulsun 54 üstəgəl
96'dır. 54'ün üstünə 96 gəlsə 150, 150-dən də 2 vursaq 300. Yəni 300 metr məsafədə hər 6 metrdən bir dirək bastırılırsa, onda dirəklərin sayı 300 bölünmüş 6. Bu da eləyər 50. Deməli, ən azı 50 dirək lazımdır. Əziz şagirdlər, əgər bu video sizə faydalı oldusa, bəyənməyi və kanala abunə olmağı unutmayın. İmtahana az vaxt qaldığı üçün bundan sonra kanalda daha çox sınaq imtahanlarının izahını paylaşacağım. Məqsəd sizi real imtahana tam hazır vəziyyətə gətirməkdir. Davamlı qaçırmamaq üçün mütləq abunə olun. Növbəti sınaqda görüşənədək. Uğurlar!